Salam. Salam. İtmiş bagajlara siz baxırsınız? Bəli, biz baxırıq. Hardan gəlirsiniz? İstanbul. İstanbuldan. Alo. Tofiq, bu İstanbuldan gələn bir dənə samolyota baxardınız da, bagaj deyəsən qalıb orada. Yəni, deyən soruşun, ölçüsü bir də rəngi. Belə orta ölçülüdür, böyük deyildi. Qırmızı. O balaca qırmızı çamadanlar olur, plasmas. Nə, baxardınız da. Üzrsən, plasmas deyildi. Plasmas deyil. Bax, əlbəttə gözləyirəm. Aha. Televizorda işləyirsiniz də siz də. Görmüşəm mən, nə qədər görmüşəm sizi. Çamadanımı görmüsünüz? Çamadanı yox, mən görməmişəm. Əsas oydu. Tək gəlmisiniz? Necə? Yox, deyirəm, çəkilişə gəlmisiniz, yoxsa belə tək. Mən də uşaqlıqda incəsənətlə məşğul olmuşam, ona görə siz qan çəkir də, incəsənət adamları hamı bir-birinə yaxın olmalıdır. Kevin oynayın. Baxmısınız Kevinə? 7-ci sinifdə oynayırdıq məktəbdə. Bir dənə komandamız var idi. İnanıram kim baxırdı bizə, deyirdi ki, siz gedəcəksiniz, qabağa gedəcəksiniz. Finala qədər getdik. 7-ci siniflərin arasında final oynadı. Bir dənə oğlan var idi bizə, ortada yandı. Çox qəşəng. Alo, hə. Hə, gözləyirik. Narahat olun, tələsməyin, rahat baxın. Tələsməyin deyəndə ki, yəni mən tələsirəm əslində. Xanım, məndən asılı olsaydı, dərhal əlimə atardım aşağı, çıxardıb çamadanı verərdim sizə. Mən də deyirəm, bilmirəm, bu çamadana baxmalıdır. Bu boyda aeroportda necə itə bilər çamadan? Çamadan Evi aeroportda... iynə zaptı, itdi, yoxdur. Mən sizə bir söz deyim, mənim bir dostum evdə kompüterini itirmişdi. Kompüter deyirəm azca ya, yəni bu notebook yoxdur. Bir dəqiqə, alo. Aha, qırmızı orta çamadan. Aha. Çox sağ ol qardaşım, çox sağ ol. Narahat olmaq, çıxacağım xəcalətin. Ay yox, yaxşı da. Ya sabah zəng eləyərəm sana. Mən tələsirəm. Xahiş edirəm, tələsirəm. Mənə bir cavab verin. Yaxşı. Tofiq, yığıram sən, 5 dəqiqə yığıram sən. Tapdılar? Xeyr. Yoxdur, nə çamadan var, nə ona oxşar bir şey var. Amma siz narahat olmayın. Şəxsən özüm bu işə nəzarət edəcəm, mən sizə söz verirəm. Siz bizim fəxrimizsiniz. Bir dənə blankı dolduraq. Ondan sonra siz rahat gedin, dincəlin. Kim ilə gəlmişsiniz belə? Qalmağa yeriniz var mı? Verin, dolduraq da o blankı. Yox, mən dolduraram. Problem yoxdur. Bir dənə ad familiya. Ad familiya. Ya sizi tanımayan özünü tanımır. Miliyyə, Sara. Bir dənə papaşanın adına deyərdiniz zəhmət olmasa. Emil. N-lı. L. Emil. Mən işarələr qoydum, zəhmət olmasa ora bir dənə imza atardı Sara xanım. Bir də yuxarıda mobil telefonunuza yazardınız. Sizcə bu sabahki oyuna больше gələ bilər, yoxsa menş? Yox, onun sual Xahiş edirəm, bu nömrəyə zəng eləyərsiniz. Mən ümid edirəm ki, tez bir zamanda mənim çamadanım Mən tapılacaq. sizə söz verirəm ki, mən əlimdən gələni eləyəcəm. Mən gecə, gündüz bütün işlərimi atacağım qırağa. Oldu. Sadəcə bu işlə məşğul olacağam. Oldu. Çamadandan xəbər çıxan kimi dərhal mən sizə zəng eləyirəm, deyirəm, alo, Sara xanım, muştuluq dediyim, yəni muştuluq istəməyəcəm sizdən. Sadəcə, yəni şad xəbər kimi də, yəni şad xəbər çamadanımız... Zənginizi gözləyəcəm. Bir də bir sual verim sizə, amma çox qısa mənə cavab verin, çünki tələsirəm. Burada kirayə maşın harda götürə bilərəm? Oldu.